Salam, mən Aydın Bayramov, fleboloq cərrah. Bugün sizə aşağı ətrafların varikoz xəstəliyi haqqında məlumat verəcəm. Ümumiyyətcə, bədəndə iki qrup damar olur, arteriya və vena. Venalarda qan aşağıdan yuxarı hərəkət eləyir. Bu hərəkətdə köməkli üçün damarların daxilində xüsusi qapaqcıqlar olur. Bu qapaqcıqlar zəiflədikcə damarlarda qan durğunluğu yaranır və get-gedə damarların divarına təzyiq yaradaraq varikoza gətirib çıxardır. Varikozun əmələ gəlməsində bir neçə səbəb var. Birincisi əlbəttə ki, irsidir. Əgər həmin varikoz olan adamda, valideynlərində varikoz varsa, onun evladlarında olmaq ehtimalı daha yüksəkdir. İkinci faktor əlbəttə ki, xanımlarda olan hamiləlikdir. Hamiləlikdə varikozun əmələ gəlmə ehtimalı daha yüksəlir. Üçüncü, ağır həyat tərzi olanda varikoza gətirib çıxarda bilir. Hər bir xəstəlikdə olduğu kimi, varikoz da vaxtında müayinə və müalicə olduqda sonraki dövr, reabilitasiya dövrü daha rahat olur.